Hamıya salam uşaqlar, YouTube kanalımın növbəti videosuna xoş gəlmisiniz. Bugün kon firmalar videosunun ikinci hissəsini çəkirəm sizə. Birinci hissəsində ümumi olaraq fon firmaları nədir, necə işləyir və fon firmalarını keçmək üçün nələr lazımdır, bunlar haqqında sizə məlumat vermişdim. Bu videoda isə biraz daha ətraflı məlumat verəcəm və biraz da sizə Benfunq-la danışacağım. Mən sizə demişdim ki, bəzi fon firmalar var ki, biz bunlardan istifadə edirik işləmlərə girmək üçün, işləm atmaq üçün. Amma biz çalışmalıyıq ki, bu fon firmaları güvənilir olsun və düzənli olaraq payout ödəyən olsun. Güvənli olmayan firmalar bizim trading karyeramıza çox böyük zərər vura bilər. Çünki biz məsəl üçün bir ay əziyyət çəkib fonu keçiririk, üstünə işləmlər eləyirik və payout almaq istəyəndə bizə bunu ödəmirlər və nəticədə bizim həm zamanımız keçir, həm uğurlu işləmlərimizin hamısı çöp olur, həm də bizim psixologiyamız çökür. Onun üçün də fon firması seçdikdə biz gərək yaxşı keyfiyyətli fon firmalar seçək. Keyfiyyətli fon firmalarından hansılar var? Təbii ki, tanınmış firmalar ola bilər bunlar. FTM olsun, Funding Pips olsun, Benfunq, hal-hazırda ekranda gördüyünüz olsun və yaxud başqa fon firmaları da ola bilər. Bir fon firması almamışdan əvvəl əlbəttə ki, bunu araşdırmaq lazımdır. Mənim özümün işlətdiyim fon firması isə Benfunqdir. Məndən hər dəfə soruşursunuz, siz hansı formada işləyirsiniz, hansı fonda işləm atırsınız, neçə akkauntunuz var, həmişə belə sözlər bilirsiniz uşaqlar. Deməli, mən Benfunq işlədirəm, hal-hazırda ekranda görürsünüz onsuz da. Benfunq məncə çox keyfiyyətli firmadır, yəni mən öz adıma danışıram bu arada, yəni sizə demirəm gedin bu fon firmasını alın və yaxud bu fon firmasına trade edin, sadəcə mən öz dürüstcə öz təcrübələrimi sizə danışıram. Benfunqun yəni mən indiyə kimi eşitməmişəm ki, kimdənsə payout verməsin, kimdənsə çətintilik yaşatsın, türk dili dəstəyi də var, yəni bizim üçün bu daha da rahatdır. Çünki məsəl üçün payout aldığınız zaman insanla direkt üzbəüz danışanda siz ondan yəni promoyu türkçə danışa bilirsiniz. Bu da ondan bir üstünlüyüdür. Speeddə çox az. Uşaqlar indi sizə göstərəcəm ətraflı. Deməli, Benfunqun saytı uşaqları budur. Direkt elə benfunq.com yazanda sizi bu saytı gətirəcəm onsuz da. Bu açılış saytıdır Benfunqun. Biraz aşağı düşürük uşaqlar burada. Aşağı düşəndən sonra bizdə burada hesablar var, hesab növləri var. Klasik var, extended var, normal var, bir də swing hesablar var. Bundan aşağı biraz da aşağı düşmək istəyirəm ilk olaraq. Burada spreadlərə baxmaq lazımdır uşaqlar. Bilirsiniz ki, biz forex trade edirik və bizim üçün spread olmazsa olmazdır. Amma spread nə qədər az olsa bizim üçün o qədər yaxşıdır bu. Görürük ki, məsəl üçün burada spreadə baxın. 0.00003, 4, 5. Görün spread nə qədər azdır yəni. Məsəl üçün spread yəni heç olmamış kimi şeydir yəni bunlarda. Düşürük keşləri uşaqlar. Məsəl üçün burada var Nasdaq 0.94, US 30-da 1.70, US 500-də 0.44. İndi bu bazarın vəziyyətindən asılı olaraq dəyişir. Amma yəni ümumi olaraq belədir. Məsəl üçün G40-da 3.2. Çünki G40-da 3.2-dir bu dəqiqə. Çünki bu dəqiqə bazar bağlıdır G40-da bazar. Bu gün yeni ildir. Yeni ildir deyə biraz spreadlər yüksəlmək normaldır. Amma əslində yəni bunun daha da aşağısındadır normal olaraq. Gələk metallara. Burada qızılın spreadi 0.22, gümüşün spreadi 0.027. Yəni belə baxanda spread səviyyəsi mənə görə idealdır. Yəni hələ bu yeni ilə baxmayaraq yəni yaxşıdır, idealdır. Məsələn Bitcoin spreadi 0.1-dir. Nə bilim Doge'nin olsun 0. Demək olar ki, Doge'da spread yoxdur. Ethereum'da demək olar ki, spread yoxdur. Belə uşaqlar. İran aşağı düşdükdə Benfunqun anlaşmalı firmalar var. Məsələn, Xtrade var, Ztrade var, Rise var, Stripe var. Bu ödəmə sistemlərdir. Hal-hazırda uşaqlar bu arada Benfunq'a MetaTrader 5 dəstəyi də gəlib. Yəni fon aldığınız zaman Benfunq'dan MetaTrader 5 də onun üstünə gəlir. Yəni direkt MetaTrader 5-dən əməliyyatda aça bilirsiniz. İnşallah gələk indi hesab tiplərinə. Burada var BEM Classic, Extended var. Mən amma həmişə yəni BEM Classic tərəfdaşı olmuşam. Baxaq görək, 5K hesab uşaqlar 39 dollardır. Əgər mənim kodumu istifadə edədiyiniz zaman sizə %5 endirim verəcək. Bu həm sizə xeyir edir, həm mənə xeyir edir. Mənə xeyir edir çünki yəni siz mənim kodumdan alıb sizə endirim olur. Mənim yəni izləyicim ucuz alır fonu. Sizin üçün xeyirliysə, yəni siz fonu daha ucuz alırsınız yəni. Və bunu da onu deyim. Səhv eləmirəmsə bu gün 24, 25 və 26-sı 10K üzəri hesabda XMAS 15 və XMAS 25 kodu ilə 15 və 25%-ə qədər endirim qazana bilərsiniz. Amma bu maksimum ayın 26-sına qədər səhv eləmirəmsə önəmlidir. Nəysə, onları birazdan daha ətraflı danışacağam. İnşallah deməli, burada hesablarda, bütün hesablarda
Profit target 9%'dir. 9%. Yəni məsələn sizin 10k hesabınız varsa, Phase 1-də 900 dollar, yəni 10.900 dollar yığmalısınız ki, Phase 2-yə keçəsiniz. Phase 2-də isə yığmalısınız 4.5%, yəni 10.450. Max drawdown nədir? Bu odur ki, məsəl üçün yazıb 9%. Biz 10k-lıq hesabda 9% zərər etsək, hesabımız partlayacaq. Yəni 900 dollar. Bir də var max daily drawdown. Bu 9% ümumi hesabın partlamasıdır. Amma daily odur ki, mən bir gündə 4.5% zərər eləsəm, yəni 450 dollar. Onda hesabım partlayacaq. Deməli, bu kaldıraç sistemidir bunun. Birin güzəli, birin güzəli, birin güzəli standart. Burada rewards var, yəni sən həftəlik olaraq payout ala bilərsən. Yəni, bu da mükəmməl bir şeydir. Payout 80%-dir, yəni sən aldığın payoutun 80% sənindir, 20% isə refundingimdir. Time limiti yoxdur, yəni istədiyin vaxtda, istədiyin zaman keçə bilərsən fonu. Refund nədir uşaqlar? Məsələn, sən 10k-lıq fon aldın 99 dollara. Yəni etibar kodundan daha ucuz olasın. Göstərəcəm sizə birazdan. Və hesabı keçəndən sonra sizə bu pulunu dala qaytarırlar. Yəni əslində siz fonu pulsuz almış olursunuz kimi bir şey olur. Bir də one time fee var. Yəni sadəcə bir dəfə ödəyirsiniz pulu. Fonu əgər keçsəz, bu pulu sizə təzədən dala qaytarırlar. Deyək ki, biz məsəl üçün alırıq BEM Classic 10k-lıq hesab 99 dollar və ya 39. Gəlin gələk biz 39 dollara. 5k-lıq hesab məsəl üçün startı bastıq. Burada nə var uşaqlar? Birinci biz diqqət edirik həmişə sağ tərəfə, bura, sağ tərəfə. Burada var BEM Classic və ya biz seçdiyimiz BEM Classic. Buna vurmuruq, BEM Classic olaraq qalır. Account size, yəni hesab həcmi, məsəl üçün account size biz 5k seçmişdik. İstəsək bunu 10k eləyə bilərik, 100k eləyə bilərik, 5k. Account type normal, bizə swing lazım deyil. Yox, biz normal, yəni day trade edirik, bizə normal lazım. Platform, ən vacib budur uşaqlar. Platforma gəldikdə burada platform 5 var, bu. Platform 5-i bastığınız anda siz MetaTrader 5-lə rahat trade eləyə bilərsiniz. Yəni bu mükəmməl bir şeydir. Yəni əvvəlki sizin fonlarınız əgər MetaTrader 5-də yoxdursa, yəqin siz bunun çətinliyini görmüsünüz. Məncə hamı buradan fon alanda MetaTrader 5, yəni platform 5 daha mənə. Kupon kodu uşaqlar. Kupon kodu üçün yazırıq etibar. Qiymət, hal-hazırda qiymət uşaqlar görürük ki 39 dollardır 5k hesab. Burada etibar yazıb kodu apply-in bastığımız anda bizim hesabımız düşür 37 dollar. Yəni 2 dollar endirimə düşürük. Yəni bu 2 dollar endirim hardasa 5 manatda da olur endirim. Amma yəni bu böyük hesablarda daha çox olur. Məsələn 99 dollarlıq hesabda sizin hardasa təxmini səhv etmirəmsə 7-8 dollarlıq endirim kuponunuz olur. Hesab növü artdıqca etibar kuponu əslində sizə daha çox elə bil qənaət eləməyə imkan verir. Deməli, hesabımız seçdik, etibar yazdıq bura. Daha sonra nə edirik? Kart nömrəmizi və s. yazırıq. Sonra nə edirik? E-mail adres, adımız, soyadımız, küçə növü, ev, nə bilim, şəhər doldurandan sonra Gmailimizə bizim kod gəlir. O Gmailimizə gələn kodu isə nə edirik? Hansı platforma seçmişsinizsə, DX var, platform 5 var. Ora qeydiyyatdan keçəndən sonra direkt hesabımız gələcək. Yəni uşaqlar, bu qədər. Yəni əslində çətin bir şey yoxdur burada. BEMFunding məsəl üçün mənim öz işlətdiyim firmada deyə mən bunu çəkirəm. Başqa firmada çəkə bilərdim. Amma yəni mən hal-hazırda işlətdiyim firma budur. Biraz istəyirəm mən bu saytı gəzim. Burada nələr var? 140-dan çox kripto var, forex var, metallar var, leaderboard var burada. Ona baxılır. Yəni leaderboardda nə var? Məsəl üçün 5k-lıq hesab işlədən insanlar məsəl üçün burada Emir var, tanımıram kimdir. Prosta yəni burada yazılıb adı 1037 dollar profit alıb, yəni hesabını 20% böyüdüb. Oğuzkan 539 dollar profit alıb, Emirhan 572 dollar. Bunlar hamısı 5k uşaqlar. Nəzərinizə çatdırım ki, 5k qiyməti etibar kodundan 37 dollardır və adamlar 37 dollarlıq hesabı alıblar, keçiblər. Daha sonra onların 37 dollarlıq dala qaytarılıb. Və o hesabdan 1037 dollar, 539 dollar və 572 dollar payotları var adamlar. Keçən də 10k-ya 3000 dollar payot eləyib, 25k-lıq hesabda 5400, 100k-lıq hesabda adam 100k-lıq hesabda 29502 payout eləyib. Yəni belə şeylər baxa bilərlər. Yəni mən dediyim kimi heç kimə demirəm gedin bu firmadan alın və ya başqa firmadan alın. Sadəcə mən öz təcrübələrimi sizə deyirəm buradan. Növbəti videolarda görüşərik. Hələlik.